Mən Dövlət Gömrük Komitəsinin Poçt və Ekspres Daşımalar Gömrük Postunun inspektoru Ayşə Ağarzayeva. Riskli hamiləlik keçirdiyim üçün artıq ikinci dəfədir xəstəxana rejimində, yataq rejimində qalıram. Bunun üçün Dövlət Gömrük Komitəsinin Tibb Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova, Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayeva və Mama Ginekologiya şöbəsinin rəisi Mama Ginekoloqum Tərnə xanım Bayramova təşəkkürümü bildirirəm. Artıq 26-cı həftəmdəyəm və çox ağır riskli hamiləlik keçirirəm. Elə günlərim olub ki, həftə-həftə gəlib yoxlanmışam. Ehtiyac duyulduğu zaman burada yenidən yatış keçirəm. Və vurğuladığım kimi Bəxtiyar müəllim, Tərnə xanım, burada işləyən bütün tibb personalı xüsusi diqqət və qayğı göstərir mənə. Mənim və bətnimdəki körpənin səhhəti sağlamlığı üçün əllərindən nə gəlir eləyirlər. Hər birisinə çox dərin təşəkkürümü bildirirəm. İnşallah növbəti səfər artıq bir müddət qalmayıb, 26-cı həftədəyəm. Sağ-salamat körpəmi buradan alıb qucağıma gedərəm. Hər birinizə təşəkkürümü bildirirəm. Var olasınız. Bu gömrükçülərə, xüsusən də gömrüyün əməkdaşlarına göstərdiyiniz diqqət və qayğı üçün dərin təşəkkürümü bildirirəm. Var olasınız Ceyhun müəllim, Bəxtiyar müəllim, Tərnə xanım və bütün tibb xidməti. Mən isə təşəkkürümü bildirirəm. İnşallah ki, sağlıqla hər şey qaydasında olar. Sağ-salamat mən və mənim kimi hamilə olan bütün əməkdaşlarım, xəstə olan bütün yoldaşlarım, kolleqalarım öz səhhətlərinə, sağlıqlarına qovuşarlar. Bizə göstərdiyiniz diqqət və qayğı üçün təşəkkürümüzü bildiririk.